İranın rəsmi dairələri 46 il ərzində ölkəni düşünülməmiş ideologiya ilə fəlakətin astanasına gətirib. Bu müddətdə bir dəfə də olsun özlərinə sual vermədilər. Niyə düşmənimiz çoxdur, dostumuz isə yoxdur? Son həftələrdə ölkə etirazlarla silkələnir, amma İran parlamenti xalqın səsinə qulaq asmaq əvəzinə yenə də köhnə səhnəni oynadı. Mərc bər Amerika şüarları. Təhsilli, dünyanı tanıyan adamlar bilə-bilə ölüm çağırışları edirlər. Çünki bu rejimin ideologiyası həyat üzərində yox, ölüm üzərində qurulub. 46 il Amerikaya, İsrailə, xalqlara ölüm deyən bir dövlət bir gün eyni sözləri öz ünvanını eşitməli idi. Bu təəccüblü deyil. 1979-cu ildən bəri İran rəhbərliyi yaşasın demədi, yalnız ölüm dedi. Minlərlə gənc edam olundu, qətillər din adı ilə qanuniləşdirildi. Bu İslam deyil, bu marginal, zorakı və saxta İran İslam modelidir. İslamı ləkələyən bu sistem ləğv edilməli, din insanpərvər və ədalətli mahiyyətinə qaytarılmalıdır.